Yoldaşlar, hər vaxtınız xeyir olsun. 21 dekabr Dövlət Vergi Xidməti imtahanında iştirak etmək istəyən tələbələr üçün ödənişsiz sınaq təşkil etmişdik və 206 nəfərin əyani, 400-dən artıq tələbənin isə onlayn qoşulduğu bu sınağın verbalını da rəqəmsal məlumatlarını da izah edib YouTube-a qoymuşam. Qalıb abstrakı. İndi isə 35 abstrakt sualları bu videonun içərisində izah edəcəm. 7 dekabr isə bizim daha böyük bir sınavımız var. Dillər Universitetinin Təbriz korpusunda 400 nəfərlik əyani sınaq onlayn isə heç bir limit qoymamışıq. Nə qədər tələbə müraciət eləsə, müraciət edə bilər. Və biz dərhal keçək sualların izahlarına. Başlayaq 16-cı sualla. Yoldaşlar, aşağıdakı verilmiş anaqramda birinci sözün sonu ikinci sözün əvvəlidir. Bu, ortaya qoyulmalı heca nə ola bilər? C variantındakı qını, anı fırladırıq, bir-birlə hərflərini qatırıq, eləyirik naq. Burada əmələ gəlir şırnaq sözü, yəni şpris, bir də naqqaş. Yəni, ornamentlərlə, naxışlarla işləyən şəxs. 17-ci sual. 7-dən, daha doğrusu, 4-dən 7 almağın yolu 2-yə vurub 1 çıxmaqdır. 7-dən 14 almaq üçün 2-yə vururlar. 14-dən 29 almaq üçün 2-yə vurub 1 gəlirlər. Sonra 29-dan 60 almaq üçün 2-yə vurub 2 gəlirlər. Sonra 2-yə vurub 3 gəlirlər. Axırda da siz 2-yə vurub 4 gəlməlisiniz. 2-yə vuranda 246, 4 də gələndə 250. Kimlərsə iddia edə bilər ki, burada qanuna uyğunsuzluq var. Xeyr. Baxın, biz belə düşünmüşük. 2-yə vurub mənfi 1 gəlib. 2-yə vurub 0 gəlib. 2-yə vurub 1 gəlib. Belə də yanaşa bilərsiniz. Hətta mənim belə bir təklifim də var. Məsələn, biz məcbur deyilik yalnız bu formada əldə etməyə. Biz 4-dən 7 almaq üçün üstünə 3 gələ bilərik. Sonra 7-dən 14 almaq üçün 7 gələ bilərik. Sonra 15 gələ bilərik. Sonra 31 və s. Bunlar da 2-yə vurub 1 artırıb. 2-yə vurub 1 artırıb. 2-yə vurub 1 artırıb. Bu metodla da həll edən bilərdiniz. İndi keçirik 18-ci suala. Kakuro bölməsini əhatə edir. Bilirsiniz ki, 23 9-un, 8-in və 6-nın cəmidir. 7-in qabağına 9 yazmaq olmaz. 7-dən böyükdür. 8 də yazmaq olmaz. Deməli, yazacağıq 6. 7, 6 ilə 1-in cəmidir. Sonra, burada da 24, 9-un, 8-in, 7-nin cəmidir. Siz bura 7 yazsanız, bura 5 qalır. 6-nın toplananları axı 1, 2, 3-dür. 5 ola bilməz. Onda bura 7 yazmaq olmaz, 8 də yazmaq olmaz. Yazmaq olar 9. 12-dən də 9 çıxanda qalmalıdır 3. Ki verin, 6-dan 3 çıxanda qalır 3. Onu da 1 və 2 kimi yazmaq olar. 7-ni də parçalayanda 1, 2, 4 daxı. Bura 2, bura 4 yazmaq olar. Ki verin, 2 ilə 1-in cəmi 3. 20-dən 3 çıxanda nə qalır? 20. 20-ni 2 dənə rəqəm kimi göstərmək olar? Xeyr. Deməli, bunların yerini dəyişmək lazımdır. 4-ü yuxarı, 2-ni aşağı yazmaq lazımdır. Burada da 2-ni yuxarı, 1-i aşağı. 4 ilə 2-nin cəmi eləyir 6. 23-dən 6 çıxıram, eləyir 17. 17-ni də parçalayanda 9 və 8 kimi parçalayırsan. 9-un üstünə 8 yazırsan, burada 9. 9, 8, 7 eləyir 24. Bunların da cəmi 10 eləyir. Görürsünüz ki, 8 çatışmır. Çünki bunların da cəmi həqiqətən 23 eləyir. Bu da Kakuronun düzgün həlli. Keçirik növbəti sualımız. Növbəti sualımız qanuna uyğunluğu pozulmuş ardıcıllıqdır. Aşağıdakı ardıcıllıq və yuxarı ardıcıllığın 2 həddinin yeni dəyişəndə sıralar arasında özünə məxsus, baxın deyir, hər sıranın ədədlərinin özünə məxsus qanuna uyğunluğu yaranır. Yəni, bunların sətir-sətir qanuna uyğunluqları mövcuddur. Bəzən olur ki, ikisinə birlikdə baxırıq, bəzən tək-tək. Məsələn, buna baxın, 4 artıb, sonra 8 artıb, sonra 16 artıb, artıq başa düşürük ki, artan ədədlər 2 qat, 2 qat böyüyür. 62-nin də üstünə 32 gələndə eləməlidir 94. Amma burada 81.
Üzr istəyirəm, 32 gələndə eləməlidir 94. Kivenin burada 94 var. Görək o da qaydanı pozur. Baxın 1 çıxıblar, sonra 4 çıxıblar. 1'in kvadratını çıxıblar, sonra 2'nin kvadratını. İndi 3'ün kvadratını çıxanda eləməlidir 81. Amma 94. Deməli bu 81'i gətirsək bura, bu 94'ü aparsaq ora, qanun yoxumluq yerinə oturacaq. 81 ilə 94 burada qarşılıqlı şəkildə yerlərini dəyişməli idi. Keçirik 20-ci suala. Tərəzi bölməsini əhatə eləyir. Əvəz etmədən istifadə edəcəm. Fikir verin, hətta birinci tərəzini heç istifadə etmirəm. MM-in SV-yə bərabər olduğunu görürəm. Burada MM-i silirəm. Silirəm deyəndə əvəz edirəm SV ilə. Yerdə qalan MV-ni isə qoyuram MV-nin yanına və cavab çıxır. SV-nin yanına cavab çıxır. 2V, 1S, bir dənə də M. B variantı. İndi isə belə bir suala baxırıq, 21-ci tipli suala. Yoldaşlar, bu sual tipi yeni yaranıb, təxminən 1 il civarıdır istifadə olunur. Və mən bu sual tipi ilə bağlı elə bu videodan dərhal sonra bir dənə video çəkəcəm və çox geniş izahat verəcəm. Çox istəyərdim ki, siz mənim həmin videoma da baxasınız. Çünki imtahanınızda düşmə ehtimalı çox yüksəkdir. Mən bunu sürətli şəkildə izah edeyim. Altında isə buna aid fərqli geniş izah yerləşdirərəm. Baxın, biz burada şərtdə də deyildiyi kimi, çöldəki rəngsiz böyük fiqurlara ayrı baxmalıyıq. İçindəki rəngli kiçik fiqurlara ayrı. Yəni, bütöv şəkildə fiqurlu döndərmirik, fırlatmırıq. Çölünə bir, içinə də bir baxırıq. Gördüyünüz kimi, fiqurun, baxın, bu istiqamətdə dayanmış fiqur. Baxın, müxtəlif çöldəkilərlə bağlı variantları müzakirə edirəm. Hələ içindən qətiyyən danışmırım. Bir damcı sola doğru fırlanır, yəni saat əqrəbinin əksinə doğru bu formanı alır. Onda belə çıxır ki, biz bunu bir damcı saat əqrəbinin əksinə fırlatsaq, o, bax bu formatda üzü aşağı doğru dönəcək. Yəni, birinci bənd doğru cavab ola bilər. Həmçinin də yoldaşlar, biz buna belə də baxa bilərik. Məsələn, tutaq ki, sola doğru döndərilib, sonra güzgə əksi açılır. Bundan savayı içindəki fiqurun isə daha konkret həlli var. Baxın, içindəki fiqur gördüyünüz kimi aşağı doğru baxır. Sonra isə yuxarı doğru baxır. Təxminən 120-130 dərəcə fırlanır. Saat əqrəbi istiqamətində. Bunu saat əqrəbi istiqamətində 120-130 dərəcə fırladanda gəlir, belə deyək, bu istiqamətdə baxır. Baxın, saat təxminən 3 istiqamətində baxır. 6 istiqamətində baxsa, təxminən 90 dərəcə fırlanmış olacaq. Biraz da sola doğru fırlansa, baxın, 1-dəki, 3-dəki və 4-dəki vəziyyəti alsa, belə deyək, bu bizim üçün kifayət edəcək. Söhbət içərdəki fiqurdan gedir. İçərdəki fiqurun, belə deyək, 90 dərəcə dönmə ehtimalı yoxdur. Niyə? Bu 90 dərəcə dönsə, bura baxacaq. Düz deyil. Onda biz bu fiquru 90 dərəcə döndərərək 5-i deməli heç cür ala bilməyəcəyik. Bunu cavab variantlarından silirəm. İndi 4-ə baxıram. Fikir verin. Biz bu suala baxanda görürük ki, 4-cü fiqurun birinci fiqurdan alınmasının bir ehtimalı var. Daha doğrusu 2 ehtimalı. Ya 180 dərəcə fırladıblar, ya da güzgü kimi açıblar. Düzdür? Yuxarıdakı fiquru 180 dərəcə fırladanda da bunu almaq olmur. Güzgü əksi açanda da. Deməli, 4 də mənim doğru cavablarım arasında olmayacaq. Ona görə cavab olacaq B variantı. Burada əsas məqsəd budur ki, çöldəki fiqurunda bütün xüsusiyyətlərini tapasan, sağdakına hansı variantlarla keçib, içərdəkini də tapasan və o tapdığın ehtimallardan həm kiçik, həm də böyük fiqura görə ən az birinə cavab verənləri seçəsən. Gəlin biz bu mövzunu daha da gözəl öyrənmək üçün mənim növbəti videomu gözləyək və mən orada sizə tam əminliklə qaranti verirəm ki, elə gözəl, ətraflı 2 sual üzərində onu izah edəcəm ki, hamınız başa düşəcəksiniz. Bir elektron saat 18:22-ni göstərir. Ən geci neçə dəqiqədən sonra biz adətən nəyə öyrəşmişik? Ən tezinə. Amma burada ən geci verim. Neçə dəqiqə sonra
rəqəmlərin fərqli düzülüşünü görəcəyik. Yoldaşlarım, 18-22-nin rəqəmləri 1, 8, 2 və 2-dir. Mən nə düzəldə bilərəm bunlardan? Məsələn, düzəldə bilərəm, tutaq ki, 21, tutaq ki, 28, düzdür? Və ya 22, 18, düzdür? 18, 22-dən 21, 28-ə kimi təxminən 3 saat vaxt var. Bura kimi də təxminən 4 saat. Amma biz bir dənə də variant düzəldə bilərik. Məsələn, 12, 28. Bu artıq növbəti günün günortasıdır. Onda mən 18-22-dən 12-28-ə qədər daha da çox vaxt alacam da, düz deyil. Ona görə də nə edirəm? Düşünürəm ki, 18-22-dən ən gec vaxt 12-28-ə kimidir. Bilirsiniz ki, 18-22-dən düz 38 dəqiqə sonra olur 19:00. 19:00-dan səhər 12 kimi də neçə saat var? 20, 21, 22, 23, 24:00, yəni gecə 00. Bu elədir 5 saat, yəni 300 dəqiqə. 38 dəqiqə var idi. 300 dəqiqəyə gəldin. Üstəgəl gecə 12-dən günorta 12-yə kimi də 12 saat, yəni 720 dəqiqə və bir də 28 dəqiqə bunun burasında qalan. Bunların cəmi də nə eləyir? Eləyir 1086 dəqiqə. C variantı. Bu sual tipi ilə də bağlı çox geniş və gözəl video izahım var. Yaza bilərsiniz. Yeni stil saat işləyə bilərsiniz. Gəlin Hitorini işləyək. Kifayət qədər sadə mövzu olsa da tələbələrimizin bir qismində çaşmışdı burada. Görək nə ipuçları var. 1 ilə 1-in ortasında 2 var. Sonra nə görürüm? Sonra tək olanları, məsələn, sütunda və sətirdə tək olanları işarə edə bilərik. Amma mən buna demişəm dərsdə də vaxt itkisi kimi baxıram. Və tövsiyə edirəm ki, ipucusuz hitoridirsə birbaşa başlayasınız sualı həll etməyə. Bir 2-3 dənəsini ağartmaq olar. Sütun və sətirdə təkdirsə ağardıram. Fikir verirsiniz. 5 ilə 5-dən arasında 4 var, ağardıram. Bunu görməmişdim. 3 var burada, ağardıram. İndi görmürsünüzsə yerdə qalanları qələminizi dəyişin və 2 dənə eyni olandan birini qaraldın, birini ağardın. Onda birisi də qaraxananın yanları da ağarır. Bu 2-yə görə bu 2 qaralır, yanları ağarır. Bu 5-ə görə bu 5 qaralır, yanları ağarır. Biz bu 5-i qaraltsaq 3 bloka düşər, ona görə bunu ağardırır. Bu ağardısa bu qaralır, yanı ağarır. Əgər bu qaralsa 2 bloka düşər, ona görə bu ağarır. Bu ağardısa bu qaralır. Bu qaralsa 3 bloka düşər, ona görə ağarır. Sonra birdən bu biri qaraltsan 5 bloka düşər, ona görə ağarır. Ona görə bu qaralır. Və bu 3-də neynəsin? Ağarsın yoxsa qaralsın? Görək qaraltsaq nəyə bloka salırıq? Baxın, qaraltsaq bütün buradakı ədədləri bloka salırıq. Ona görə qaraltmıram, ağardıram. Deyir ki, mənə alınmış hitorinin aşağıdan daha doğrusu hitorinin aşağıdan 4-cü sütundakı yoxsa sətirdəki? Sonra alınmış aşağıdan 4-cü sütundakı aşağıdan 4-cü sütun olmuraq. Bəlkə burada sətir yazmaq istəmişik. Bircə dəqiqə doğru cavabı xatırlayayım. Bütün rəqəmləri seçin. 4-cü sütundakı. Bu sətirdir yoldaşlar, üzürlü sayın. Aşağıdan 4-cü sətirdəki. 5, 4, 3, 2, 1 yox. Cavab Y variantı. Fikrimcə bu sətiri idi bizim sınavda. Bəlkə update eləmişik, sınavda düzgün vermişik. Burada nəsə texniki səhv gedib. Əsas həllini bilməyimizdir. Aşağıdan 4-cü sütun anlayışı olmurdu. Aşağıdan 4-cü sətir anlayışı olur və 4-cü sətirdə də rənglənməmiş xanalar 5, 4, 3 və 2-dir. Yəqin ki, burada sətir yazmaq istəmişəm. Böyük ehtimalla da ki, belə deyək, kitabçalarda bu redaktə olunmuş versiyadadır. Yəni də, əgər
Bu formatda gedibsə üzürlü sayarsınız. Keçirəm 24-cü suala. Bu sual tipi çox məşhurdur. Ehtimallı kubdur. Bunun da videosu ayrıca YouTube'da kanalımda mövcuddur. Biz burada baxırıq ki, hər hərfin kubda olma ehtimalı nə qədərdir? Kubun 6 da ünsü var və hamısı göstərilib. A hərfinin gəlmə ehtimalı 6-da 2-dir. Çünki 6 üz var, cəmi 2 dənə A var. N hərfinin gəlmə ehtimalı 6-da 1-dir, çünki cəmi bir dənədir. B hərfinin gəlmə ehtimalı da 6-da 1-dir. Ə hərfinin gəlmə ehtimalı da 6-da 1-dir. Nə qaldı? T. T-nın gəlmə ehtimalı da 6-da 1-dir. İndi biz baba, nənə, ata və ana sözlərinin ehtimallarını tapmalıyıq. Birinci babanın ehtimallarını tapıram. Babada B 6-da 1, A 6-da 2. Elə bil belə olacaq da. 6-da 1 vur 6-da 2, vur 6-da 1, vur 6-da 2. Kısacası 6 üstü 4'də neçə? 6 üstü 4'də 4. Bu baba sözünün ehtimalıdır. Nənəni hesablayaq. Nənə də 6-da 1, 6-da 1'dir də N və N. Olacaq 6 üstü 4'də 6-da 1, 6-da 1, 6-da 1 və 6-da 1 bir-birinə vuranda elə eləyir 6 üstü 4'də 1. Üçüncü ehtimal kimdir? Ata. Atanı da hesablayaq. A 6-da 2, T 6-da 1 və A təzdən 6-da 2. Olacaq bir-birinə vuranda 6 üstü 3'də 4 və dördüncü ehtimalda anadır. Ana olacaq yenə də 6 üstü 3'də deməli 6-da 2, 1 və 2'ni bir-birinə vuranda o da eləyəcək 4. Yığılma ehtimalları arasında 2 böyük olanlarının cəminin 2 kiçik olanların cəminə nisbəti nə qədərdir? 2 böyük olanlar bunlardır. Çünki məxrəci kiçik olan ədədlər daha böyükdür. 6 üstü 3'də 6 üstü 3'də 4 ilə 4'ün cəmi eləyir 8. Və onun nisbətini tapıram bunların cəminə. 6 üstü 4'də 5, 4 ilə 1'in cəmi 6 üstü 5. Təbii ki, üzr istəyirəm, 6 üstü 4'də 5. Onu da böləndə tərsinə vuruluraq olacaq 6 üstü 4'də 4 bölünsün 5. Bunlar ixtisar gedəcək. Qalacaq 48 böl 5. Cavab B variantı. Bu sual tipini ilk dəfə dinləyənlər təbii ki, çətinlik çəkə bilər. Biz bunu fəza fiqurlar dərsimizdə tədris edirik. Kimlər ki, hələ mövzunun tədrisini eşitməyiblər, narahat olmasınlar. Kimlər ki də istəyirlər, baxsınlar, yazsınlar YouTube'da. Bəlkə mən video linkləri yerləşdirim. Video linkləri yerləşdirərəm, baxarsınız. Burayla bağlı spesifik tiplərin video linklərini yerləşdirərəm, baxarsınız. 25 də ağır sualdır. 4 vur 2, 8. 3 vur 3, 9. Onları toplayırsınız, 17. 6 vur 2, 12. Üstə gəl 3 vur 5, o da eləyir 15, yəni 27. Cavablardan hansısa biri mənə 27 verməlidir. 2 vur 3, 6. Üstə gəl 7 vur belə deyək, 3 eləyir 21. Cəmləri də 27. Cavab D variantı. Növbəti sualımız asılqandan asılmış tərəzilər, yəni tarazlıqda olmayan tərəzilər. Bir rəqəmli ədədlərdir. Deməli 0-dan 9-a kimidir. Gəlin onları yazaq. Deməli 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Yoldaşlar, ipucu kimi başlayaq hardan? Məsələn, buradan başlamaq olar. Burada 4 dənə ədəd, digər 2 ədədlə yenə eyni ədədin cəminə bərabər. Bu buna bərabərdir deyə bunları nəzərimdən çıxardıram hələlik. İxtisar etmirəm ha. İxtisar etmək olmaz. Tarazlıq pozular. Sadəcə başa düşürəm ki, 3-ünün cəmi digər ikisinin cəminə bərabər. Bunlar nə ola bilər? Bunlar ola bilər məsələn 4, 4, 4, 6, 6 və yaxud bunlar ola bilər başqa ədədlər. Amma onlar böyüdükcə bu tərəf də böyüyür. Yəni bunları çox böyütmək lazım deyil. Bax, buna versən sən 4, 4, 4 eləyir 12. Hələ burada bir də var 16. Bu necə 16 olsun? Düz deyil.
Ona göre balaca ədədlər verirsən. 2 və 3 vermək olar. Baxın. Bu olsun 2, 2, 2 və 2. Onda bu da olur axı 2. Bu da olur 3 və 3. Düzdürmü? 2, 2, 2 eləyir 8. 3, 3, 2 o da eləyir 8. Cəmləri elədi 16, onda burada 16'dır. Onda sol 8'dir, sağ da 8'dir. Bunları da tanımışıq 2 və 2. Onda bu da 4'dür. Onda bu da 8'dir. O 8 ise ile buradaki da 8'dir. Düzdür? Bu 8 ise deməli burada 8'dir. Burada 8'dir. Bunlar da 8'dir. Düz almışıq onsuz da bunlar 4 ve 4 idi. Bakın 0'ı tapmışam. Yox, üzr istəyirəm. Deməli 2'ni tapmışam. 3'ü tapmışam. 4'ü tapmışam. 8'i tapmışam. Şimdi bakın 16 16 eləyir 32. Onda burada 32. Cəm 64. Onda burada 64. Onda yarısı 32. Yarısı 32. 32'nin yarısı 16. Yarısı 16. Ki ver həqiqətən də bunlar 8 və 8. Bunu da 4 tapmışsan da. 16'dan 4 çıx 12. 12'ni də böl 2 yerə. 6, 6. İndi 6'ını da tapmış oldun. Getdik bu tərəfə. Bura eləyir 16. Burada eləyir 16. Bu ulduzu indi tapacağıq. Səbirli olun. Deməli, nə qalıb? Bizdə 0, 1, 7, 5 və 9 qalıb. Bunu da 6 tapmışıq. Yazıram 6. Başqa belə keçlə. Şimdi biz buna nə verə bilərik? Bunların cəmi nə ola bilər? Baxın, 2 dənə ay parçası bu ikisinin ortaq hissəsindən asılıbsa, onun çəksinin biri bu tərəfin, biri isə bu tərəfin yükünə düşür. Yəni qısacası bunların cəmi məsələn 6-dırsa, 3'ü bura, 3'ü bura aid. Nə ola bilər? Məsələn, gəlin biz götürək 7 götürək, 7 və 1 götürək, çünki onların cəmi 8 eləsində. Bu ulduz məsələn olsun 7, bu da olsun 7. Bunların da çəkləri olsun 1 və 1. 2 və indi bunların obşi çəkisi 2'dir. Biri bura aiddir, biri bura. Ümumi eləyir 8. Şimdi bu 1'dirsə, bu da 1 olsa, 6 ilə 1'in cəmi 7, onda bu da 9 eləməlidir. Buna 1 demişik, onda bu da 1 olsa, ki verin bax 1'i tapdım, 7'ni tapdım, düzdür, 9 da tapdım da, qaldı 0'dan 5. Yəqin ki bunlar 5, 5, 5, 15, bu da 1, 16, bu da nədir? Bu da 0'dır. Bax belə. Bununla da bağlı ayrı videolar düşünürəm. Bunun tarazlıqda olmayan variantları da var. 7 dekabr sınavımıza tarazlıqda olmayanını salmışam. Davam edək. 27-ci sualla bir səhifəni yeniləyim. Bizim bu sınavda işləyən şəxslərin hər biri bizim parolu yazaraq PDF-ə daxil olub. Yazaraq bizə bu PDF əldə edə bilərsiniz. Və o parolları yazıb sistemə daxil olan hər bir insanın sayı bizim Google hesabımızda görsənir və biz görürük ki 400'dən artıq insan parol yazaraq sistemə daxil olub. Amma biz digər müəllimlər kimi 500 nəfərlik qrupa bu PDF atıb demirik 500 tələbə işlədi. Biz qrupa atdıqlarımızı heç saymırıq. Onu atsaq bəlkə də daha çox müraciət sayı qeyd edə bilərik. Bizim sırf 400'dən artıq insan bu PDF-in parolunu yazaraq daxil olub və işləyib. 27-ci sual maraqlı bir sual tipidir. Fikir verin, qrafikdəki qiymətlər 7, 10, 9 və 8'dir. Buradakı ulduzların isə uclarını saysaq 1, 2, 3, 4, 5, 6, 7, 8. Ha, bu 8'dir. Bu neçədir? Sağındakı 3'dür. Bu da 4'dür. Bunları obşi toplasam 15 edir. Qrafiklərimin heç biri 15'ə qədər qalxmayıb. Onda nə etmək olar? Məsələn, 8 ilə 4'ü toplayaram 12, 3'ü çıxaram 9. Və yaxud 8 ilə 3'ü toplayaram 11, 4'ü çıxaram 7. Bu daha məntiqlidir. Bilirsiniz niyə? Bunlar eyni səviyyədə dayanıb da. 8 ilə 3'ü toplayıram 11, aşağıdakını 4'ü çıxıram 7. Ki verin, bax qrafikimiz 7 ilə başlayır. Bu birisində də bax 3, 4, 5,
12, bu da 4. 16. 16'dan 6 çıxıram, eləyir 10. 2 verin. İkinci səviyyə 10'a qalxır. Bu nə eləyir? 8, 6, 14 çıxılsın 5 eləyir 9. Həqiqətən 3-cü səviyyə 9'dadır. Bu da 12 üstə gəl 4, 16 çıxılsın 8 eləyir 8. Elə cavab A variantıdır. Qısacası 7, 10, 9 və 8'i bunların tərəflərinin, güşələrinin sayından tapmaca metodu ilə almalısınız. Toplama ola bilər, toplayıb kök alma ola bilər, ikisini toplayıb birini çıxa bilər və s. Növbəti sualımız şəkilləri bölməsini əhatə edir. Baxın, çöldə 2 dəfə dairə, 1 dəfə kvadratdır. Yenə 2 dəfə dairə, 1 dəfə kvadratdır. Yenə 1 dəfə kvadrat, 1 dəfə dairə etsə, deməli bir dənə də dairə lazımdır. Onda Y və D variantları getdi. Və fikir verin, baxın, çöldəki dairəyə baxıram. Saat 12'ye baxır, saat 3'e baxır, saat 6'ya baxır. Elə bil 90 dərəcə, 90 dərəcə fırlanıb belə. İndi buradadır, saat 6'ya baxır, sonra saat 9'a. İndi baxmalı saat 12'ye. Onda C variantı da getdi. İçəridəki isə saatın əksinə fırlanır 90 dərəcə. Buradaydı, qalxdı bura, bir dənə də bura. Buradaydı, qalxdı bura, bir dənə də bura düşəndə olur. A variantı. 29-cu sual çox samballı sualdır. Diqqətlə qulaq asaq. Bir 4 dost, Faiq, Yunis, Səfər və Tofiq və onların 8 uşağı, birinin 1 qızı, birinin 2 qızı, birinin 3 oğlu, birinin də 1 oğlu, 1 qızı birlikdə istirahətə getdilər. Bu sualda bir dənə qəşəng ipucu var. Oğlanların adları Vüqar, Məhəmməd, Zaur və Rəsul, qızların adları isə Aytən, Günay, Könül və Nərmindir. Müxtəlif diyaloqlar keçir, axırda soruşur ki, Səfərin uşaqları kimlərdir? Baxın, görün Səfər nə deyir? Deyir, Səfər qızına dedi. Könül, Rəsulu da özünüzlə aparın. Könül, Rəsulu da özünüzlə aparın. Yəni, Səfər qızına Könül deyə müraciət edirsə, deməli, Könül Səfərin uşağıdır. Onda A variantı düz cavab deyil, C və Y düz deyil. Çünki sizdən Səfərin uşaqlarını istəyir, Könülü verməyir. Cavab B'dir ya da D. Ki verin. Burada yazıb ki, bircə dəqiqə. Bax, Aytən dedi. Bacımla mən də balıq tutmağı sevirik. Aytənin bacısının kim olma ehtimalı var? Elə Könül olma ehtimalı var. Niyə? Çünki ki verin, yalnız bir insanın 2 qızı var. Yalnız bir insanın qızı var. Cavablara baxın. Ya Könülün bacısı Aytəndir, ya da Könülün bacısı Nərmin. Könülün bacısı Nərmin olsa, onda Aytən də bacımla gedirəm deyirsə, onda belə çıxır ki, Aytən də bacısı var, Könülün də bacısı var. Onda belə çıxır ki, bu 4 dənə kişidən ikisinin 2 qızı var. Amma misalımızın şərtində yalnız birinin 2 qızı var idi. Deməli, elə 2 qızı olan Səfərdir, biri Könül, biri Aytəndir. Növbəti suala keçid edirik. 30-cu sual. Çox samballı sualdır. 2 verin. Bax. Biz burada nə ipucu görə bilərik? Aha, bax, burada çox qəşəng ipucu gördüm. KL-in içində CC axtarıblar. Neçə dəfə tapıblar ki, elə CC çıxıblar? Deməli, bir dəfə tapıblar. M1'dir. M-lərin hamısını yerinə 1 qoyuram. Qoydum. Yoldaşlar, birdən nə çıxan da 1 qalır? Təbii ki, 0. Y-də 0. Yaş sayı müəllim, 0 olar bu ədədlərin içində. Olar. Yazmayıb yuxarıda 0-dan fərqli. Deməli, olar. İndi fikir verin. C nədir ki, 5'ə vuranda 110 eləsin? 22'dir də. 22'ni 1'ə vuranda 22. 22'ni 5'ə vuranda 110. 121'dən çıxıblar 110. İndi mənə nə lazım? Mənə K ilə L lazımdır. Nədən 22 çıxanda 12 qalır? Təbii ki, 34'dən. Deməli, K 3'dür, L də 4. Cəmləri də 7. Otuz birinci sualda kifayət qədər sadə sualdır.
Kvadratın hərəkətinə baxsaq, saat əqrəbi istiqamətində bir dama yerini dəyişir. İndi olacaq burada. Bütün cavablarda oradadır. Bütün cavablarda da ortada üçbucaq. Ağ kvadrata baxaq. Üçbucağın təpələri üzərində hərəkət edir saat əqrəbi istiqamətində. İndi burada olmalı. C getdi, A getdi. Dairəyə də baxanda ortadadır, buradadır. Sağdadır, soldadır, sağdadır, soldadır. Burada aşağıda verilib, bu da getdi. İndi içəridəki xəttə baxın, bax, içəridəki dairəyə. Dairənin 1/4 boydadır bu. Sonra olub dairənin yarısı boyda. Sizcə biraz da böyüməli deyil, olmalıdır dairənin 1/4 boyda. Cavab D variantı. Bunker sualının izahı. 32 kürə var. Onlar hər dəfə maneəyə dəyəndə yarısı sağa, yarısı da sola tökülür. 32'nin yarısı 16 sağa, 16 da sola gitti. Bu 16'nın yarısı 8'i sağa, 8'i sola gitti. Bu 16'nın da 8'i sağa, 8'i sola gitti. Bu 8'in hamısı düz gitti. Çünkü yol bağlıdır. Bu 8 bu 8'e birleşti oldu 16. Hamısı düz gitti. Çünkü sağ bağlıdır. Bu 8'in de 4'ü sağa, 4'ü sola gitti. Bu 8'in 4'ü sağa, 4'ü sola gitti. Bu 16'nın 8'i sağa, 8'i sola gitti. Bu 4'ün ikisi sağa, ikisi sola gitti. Bu 4'ün de ikisi sağa, ikisi sola gitti. Son etapta bu 4'ün ikisi sola, ikisi sağa. Elə avtomatik A variantı getdi, C de getdi. 12'nin 6'sı sola, 6'sı sağa. 10'un 5'i sola, 5'i sağa. 4'ün ikisi sola, ikisi sağa. 2'nin de biri sola, biri sağa. Küvenin 5. yuvada 3 tane küre. Burada 4 yazıb. İkinci yuvada 8 küre. Burada 6 yazıb. Getdi. Cavab qaldı D variantı. Davam edirik. Fasilə verə bilərsiniz, dincələ bilərsiniz. Yox, yorulmamısınızsa baxmağa davam. 33-cü sual. 2'dən 4 almaq üçün 2'yə vurublar. Sonra üstünə 1 gəliblər. Yenə 2'yə vurub 1 gəliblər. Aşağıda da 1 çıxıblar, 2'yə vurublar. Yenə 1 çıxıb 2'yə vurublar. En aşağıda 2'ye bölüblər, 1 çıxıblar, 2 verin. Çarpaz yer dəyişir. Bir dənə üstə gəl, çıx olur. Yenə çarpaz yer dəyişəcək. Bir dənə də çıx, üstə gəl olacaq. Son sətrin həlli üstə gəl 1 böl 2 olacaq. Cavab C variantı. Üstə gəl 1 böl 2. Üstə gəl 1 böl 2. 34-cü sual. Baxın, fiquru 90 dərəcə fırladıblar sağa. Alınıb təxminən belə bir şey. Və bununla bu nədir? Bir-birinin güzgüsü. Şimdi bunu da 90 dərəcə fırladacaqsan sağa. Bunun güzgüsünü almağa çalışacaksın. Bunun güzgüsü A variantıdır. 35-ci sual. Birinci ve ikinci figurları bir də buna bir də baxın, əmin olun. 90 dərəcə fırlatdım sola. Güzgüsünü açdım, düzdür sağa. Bunu da 90 dərəcə fırlatdım sonra düzdür. Heç bir problem yok. 35. Birinci ve ikinci figurları üst üste koyuram. Fikir ver, bununla bunu üst üste koyanda. Bak burası üst üste düştü. Yani bak belə bir şey. Onu güzgü kimi açıblar sağa. Bunu bunun üstüne koyanda fikir verin. Burası üst üste düştü. Onu da güzgü kimi açıblar. Şimdi bununla bunu da üst üste koyanda fikir verin. İkincini birincinin üstüne koyanda. Sadece bu ortadaki xət üst üste düşür. Onu da güzgü kimi açırsan sağa cavab olur. Y variantı. İndi 36'ya baxaq. Son dövrlərin maraqlı suallarından biri. Qara fiqur keçib olub boz. Deməli qara bozarılmış. Amma tərəfləri say 3'dür, olub 7. Deməli 4 vahid artıb. Boz olub ağ. Amma ox qoyun, elə bilərsiniz, çıxdı, qoy ox olsun. 8'li olub 6. Deməli 2 vahid azalıb.
Burada da sübut edib bax. 5 dənədir, 3 olub. Deməli düz tapmışam. Ağ da olub, boz. Deməli ağ da olub, boz. 7 bucaq da olub 5 bucaq. Deməli o da 2 vahid azal. İndi qaradan 3 dənə ox qoyub. Deməli 3 dəfə prosesi aparmalısın. Qaradan birinci oxa baxıram hələ ki. Qaradan boza keçirdi, tərəfləri sayı 4 vahid artırdı. Deməli, boz rəngdə 8 dənə tərəfi olan bir fiqur. Sonra ikinciyə baxıram. Bozdan hara keçirdi ağa? Deməli, tərəflərinin sayı 2 vahid azalacaq. Olacaq təxminən 6 bucaq, amma ağ. Üçüncü xətti də icra eləsək. Ağdan da boza keçirdi axı. 6 bucaqlı olacaq 4 bucaqlı. Özdə 2 vahid azalıb deyərək. Və özdə boz. Cavab A variantı. 27, üzr istəyirəm 37. Yoldaşlar bununla bağlı o qədər təlimlər, video dərslərimizdə söhbətlər eləmişik ki, mən bu sualın xırdalığına emləyəcəm. İzahımı dinləyə bilərsiniz. Videonun altına yaxşı videolar bərk edəcəm, baxarsınız. Fiqurların minimum dönmə bucaqlarını soruşur bizdən. Baxın, bunun dönmə bucağını təyin edirəm. Təxminən 100-120 dərəcədir. 110 deyirəm. Bu fiqurun bütün tərəfləri simmetrikdir. Ona görə ürəyim istəyən tərəfdən xətti çıxardıram. Və qırıqda həmin tərəfi ən yaxındakı tərəf qəbul edirəm. Çünki məndən minimum bucaqlar istəyir. Bir 30 dərəcə görürəm bunda. Bu fiqurun qombul yeri yuxarı baxır. Qırıqda da aşağı baxır. Təxminən 180 dərəcədən biraz da çox. 200 dərəcəyə yaxın dönmədir. 4 çox az dönüb ki, benim baba. Bu isə çönüb olub bu hissə. Təxminən 10-15 dərəcə dönüb. Burada isə fikir verin. Baba, buradan xət çıxardıram. Saat əqrəb istiqamətində fikir verin, gedib bura. Təxminən bir 70 dərəcə, 60 dərəcə dönüb. Məndən bunların artma ardıcılığı istəyir deyə azdan başlamalıyım. 4-dən, sonra 2, sonra 5, 1 və 3. Cavab B variantı. Növbəti suallarımıza baxırıq. Çox samballı suallar qalıb. Onlar mütləq hissə lazım suallardır. Diqqətlə dinləyin. Hələ 50-ci sualı səhv yazan kifayət qədər tələbəmizi demirəm. İndi suala da baxacağıq. Deyir fiquru 2 yerə bölün. Bir 3 bucaq, bir 4 bucaqlı. Elə elin ki, bütün variantda eyni fiqurlar alınsın. Birində fərqli olacaq, onu cavab kimi götürün. A variantını böləndə 2 dənə fiqura. Bir dənə bucağı 90 dərəcədən kiçik olan 3 bucaq aldım. Bir dənə də müxtəlif 4 tərəfli 4 bucaq. B-ni də böləndə fikir verin. Yenə də bir dənə 90 dərəcədən kiçik. Təxminən 85 dərəcə filan kimi görünür. Bir, belə deyək, 3 bucaq aldım. Yenə bir dənə də müxtəlif tərəfli 4 bucaq. C-ni də böləndə fikir verin. Yenə 90 dərəcədən kiçik bucaqlı 3 bucaq və yenə müxtəlif 4 tərəfli 4 bucaq. Y-ni də böləndə eynən fikir verin. Yenə 90 dərəcədən kiçik bucaqlı bir 3 bucaq və yenə 4 tərəfli bir 4 bucaq. Yoldaşlar, D variantını bax, belə bölsəz, tutaq ki, belə bölsəz ki, belə bölsəz, 90 dərəcədən böyük alınır bucaq. Tutaq ki, belə bölsəz ki, 90 dərəcədən kiçik alınsın da, həm bu 3 bucaq bunlardan çox böyük və ona oxşar olmayan oldu. Həmçinin də fikir verin, bütün belə deyək, aldığım 4 bucaqların tərəfləri bir-birinə çox yaxındır. D variantının 2 tərəfi çox uzun, 2 tərəfi çox qısa olur. Deməli, doğru cavab D variantıdır, digərlərindən fərqləndiyi üçün. İndi isə baxırıq bu suala. Söyüd və göyrüş ikisi də ağac növüdür. Şkaf və masa ikisi də mebel növüdür. Bəzən tələbələr deyir ki, mebel götürün də onda cavabı. Söyüdün qabağında ağac yazsaydı, şkafın qabağında mebel yaza bilərdim. Hətta bu suala alt-alta da baxmaq məntiqlidir. Baxın, söyüddən şkaf almaq olur, göyrüşdən də masa almaq olur. Cavab A variantı.
İndi bu suala baxırıq. Kifayət qədər samballı sualdır. Deməli, burada iki xət var. Burada iki xət. Burada bir, burada üç, burada üç, burada bir, burada iki, burada iki. Yoldaşlar, çox rahat tapmaq olar B ilə onu. Üç xətliləri. Niyə? Birinin bir xətli ilə əlaqəsi var, birinin yoxdur. Ha, bu bir xətli üç xətli ilə qonşudur, bu bir xətli iki xətli ilə. Gəl baxaq. Bu bir xətli üç xətli ilə qonşudur. Deməli, bu bir xətli Z-dir. Z. Qonşusu da B. Deməli, bu da B-dir. Digər üç xətli fiqur isə onda olacaq U. Bir xətli var C. C hərfi. O da budur. C. C da Ü ilə qonşudur. Onda bu da oldu Ü. Qaldı nə? Onun qonşusu. Bir dəqiqə görüm. Hansı məntiqlə tapa bilərəm? U. U'nun bir qonşusunu tapmışam. Ü tapmışam. Bir qonşusu Q'dır. Bir qonşusu da D'dir. Onları bir-birindən necə fərqləndirmək olar? Hər iki qonşusu üç xətli olan fiqur D-dir. Hər iki qonşusu üç xətli olan fiqur D-dırsa o kimdir? O budur. Bu qonşusu da üç xətlidir. Bu qonşusu da. Onda bu oldu D. U'nun Ü, D qonşularını tapdımsa, U'nun Ü və D qonşularını tapdımsa, qaldı Q. Deməli, bu da Q'dır. Bir dənə hərf qaldı, bu da A'dır. Mənə deyir ki, aşağıdakı 4 hərfin 8 hərfli sırada soldan sağa yerləşməsi ardıcıllığını müəyyən edin və bu ardıcıllığa əsasən hərfləri kodlaşdırın. Yoldaşlar, mən Q'nın, U'nun, B'nın və A'nın nə kodlar olduğunu tapmaq istəyirəm. Deməli, Q 1-dir. Rum rəqəmi ilə 1. U Rum rəqəmi ilə 3-dür. Sonra B Rum rəqəmi ilə 2-dir. A da Rum rəqəmi ilə 5-dir. Mənə deyir ki, aşağıdakı 4, birinci deyir ki, mənə ədədləri artma sırasıyla düzün. Bunları artma sırasıyla düzsən, birinci Q gəlməlidir. Sonra B gəlməlidir. Sonra U gəlməlidir. Sonra A. Düzdürmü? Sonra deyir ki, Q'nı 1 qəbul edin. U'nu 2 qəbul edin. B'nı 3 qəbul edin. A'nı da 4 qəbul edin. Cavabımız nə olacaq? 13, 24. A variantı. 41-ci sual. Kub açılışı. Nəyi soruşur? Doğrunu, uyğunu. Deməli, üçbucaqla ox qarşılıqlıdır, eyni anda görünə bilməz. Bu düz xət parçası, bu düz xət parçası. Baba bu. Ki verin bu kubun üzünü düz ortadan bölür. Bu isə bir tərəfi gömbul, bir tərəfi arıq eləyir. B variantı bax budur. O x-la qarşılıqlıdır axı, necə eyni anda görünə bilər? Bir də ki, bu oxu sağa döndərəndə bu düz xəttə perpendikulyar baxır. Burada paralel baxıb, bu da səhvdir. Cavab D variantıdır, çünki fikir verin, bu buna perpendikulyar baxır, düzdür. Bu da buna perpendikulyar baxır, o da düzdür. Bəs bu niyə səhvdir? Bu epizod var ha, baba, bu epizod. Bu epizodu 90 dərəcə aşırdıram sizin üçün. Xətt olacaq burada, x olacaq burada, ox da olacaq belə. Sağa aşırtdım. Razısınız məndən? Ki verin, x və ox mənə baxdığı kimi görünür. Əla da hər şey. Bəs bu xətt soldan sağa gedib. Burada isə sağdan sola gedib. Ona görə Y də səhvdir. Növbəti sualım isə olacaq 42. Vərəqin qatlanaraq kəsilməsi. Baxın, bu kəsik bura belə atılsa, belə. Elə burada belə düşəcək. Bura belə, burada belə. Əgər bura belə düşübsə, burada belə düşəcək. Perpendikulyar olur da.
Və ondan sonra burada da tam açılacaq olacaq A variantındakı kimi. Amma mən bu sualı həll eləyən, daha doğrusu dedim, cümləni gətirmədim. Mənim bu sualın həlli üçün daha gözəl alternativim var. Gəlin baxaq. Vərəqi neçə ilə bölüblər? Fikir verin. Vərəqi bölüblər ortadan 1. Sonra bir dənə də ortadan 2. Sonra bir dənə də 3. Sonra onu kəsiblər. İndi fikir verin. Bax, vərəqi ortadan bölürəm. Böldüm. Bir dənə də ortadan böldüm. Sonra bir dənə də böldüm. Fikir verin baba, bu epizodla eynidirmi? Bax, diqqətlə baxın. Bəli, eynidir. Deməli, cavab A variantıdır. Amma bu epizoda bax, eyni deyil. Bura bax, eyni deyil. Bura bax, eyni deyil. Burada bax, eyni deyil. Çox rahat bir metoddur bu. Dərslərimizdə bunu tez-tez diskussiya edirik. İndi isə keçirik 43-cü suala. Deyir ki, 42 üstü 448-in sonu neçə ilə bitir? Belə olanda ilk rəqəmə heç baxmırlar. Ədədin üstünü 4-ə bölürlər. Bu tam qalıqsız bölünür, qalıqda 0 qalır. Ona görə ədədin üstünə 4-ün özünü qoyurlar və cavab 16 eləyir. Son rəqəm 6 eləyir. İndi isə 44-ə baxırıq. Yoldaşlar, 4, 6 və 4-ü toplayanda 14, kvadratı 196. 9, 8 və 9-u toplayanda nə edir? 26, kvadratı 676. 9, 9, 9 da 27 eləyir, kvadratı 729. Növbəti sual 45-ci sual. 18 və 7-ni burada qoyanda 2A 18 isə A olur 9, B də olur 7. Sonra 7 ilə 9 bura, buradan sonra bura və ən axırda bura qoyulur. Olur 5 bura, yəni 5 vur 9, 45, çıx 7, yəni 38. Sonra 38-in bu belə də operatorun cavabı olduğunu bilib qoyuruq bura. Olur 38, çıx 8, cavab 30. 30 da bunun cavabı da qoyuruq bura. Olur 30 vur 6, cavab 180. Növbəti sualımız. Məsələn, 49-a baxaq. 12 ilə 34-ün cəmi 46, yarısı 23. 34 ilə 16-ın cəmi 50, yarısı 25. Nəylə nəyi toplayıb yarı böləndə 31 eləyir? 62-nin yarısı 31 eləyir. Deməli, 42 ilə 20, 62, yarısı 31. Yoldaşlar, S plus S, yəni 2S bərabərdir F-in üstü 4-ə. S vur S, yəni S-in kvadratı bərabərdir 2B-yə və F vur F, yəni F-in kvadratı bərabərdir V böl 2-yə. Buradan tapa bilərəm ki, V bərabərdir nəyə? 2F kvadratıdır. Bu mənə harda lazım ola bilər? S-in yerinə qoysam, olacaq S-in kvadratı bərabərdir 2 vurulsun. V-nin də yerinə qoyacam 2F kvadratı. Bunu da sadələşdirsəm belə olacaq. S bərabərdir 2F. Onu da burada yerinə qoysam olacaq 2 vur 2F. Harada səhv elədim? Deməli, baxın. Nəyi düz yazdım? S plus S, yəni 2S, F-in üstü 4'dür. Sonra S vur S, yəni S-in kvadratı 2V'dir. Ha, və buranı səhv elədim. F kvadratı deyil axı. Yaxşı, tez vaxtında gördüm. Yoxsa boş-boş vaxtımızı alacaqdım. S vur F. S vur F. V bölü 2'dir. Onda buradan yaza bilərəm ki, V bərabərdir. S vur F vur 2. Bunu da burada yerinə qoymaq olar da, düz deyil. Yazaram S-in kvadratı bərabərdir 2 vur olsun. V-nin də yerinə qoyarım 2 vur SF.
Bunu da neyləmək olar? S-in birini ixtisar etmək olar. S bərabər olar 4F-ə. Onu da burada qoymaq olar. 2 vur 4F bərabərdir F-in üstü 4. F-lərin biri gedər, qalar F üstü 3. F-in kubu 8-dirsə F olar 2. F 2-dirsə S də 2 vur 4 olar 8. V-də S vur F vur 2-dir. Yəni S neçədir? 8. F neçədir? 2, 16. 2-yə də vuranda 32. V də olar 32. İkisini də cəmi eləyər 40. 47. Sütunlar üzrə cəm 36-dır. 27, 6, 9, 36, 36. Bunların da cəminin 36 eləməsi üçün cavab olmalıdır 26. Baxın, mən onu tərifləyirəm, ditemarım. Mən onları danlayıram, diloveli. Onlar, ur. Onda onlar urla başlamalıdır. D getdi, D getdi. Sona baxın. Danlayırlar, danlayıram, nədir? Veli. Danlayırlar olacaq veli. Deməli, marım da getdi. Onu. T. Onu olacaq T. Onda gö da getdi. Cavab qaldı Y variantı. 49-da izah etmişdim. Gəldik 50-yə. Baxın, A-nın yanına 0 və sonra bir dənə də 0 yazıblar. Fiqurun tərəflərinin sayını yazıblar. B-nin yanına 3, sonra bir dənə 4 yazıblar. C-nin də yanına bir dənə 3 yazıblar. Burada bizim tələbələrimiz neyini? Baxın, 2-nin yanına bir dənə 0, bir dənə də 0, bir dənə də 3 yazmalısınız. Götürüb 3-ün də yanına bir dənə 0, bir dənə də 4 yazıblar, 304. Götürüb bu iki ədədləri toplayıblar alt-alta. Mən necə toplamışam? A, B, C-ni alt-alta olmaq şərti ilə. Fikir verin. 2 rəqəm nədədir? Götürüb 3 rəqəmlərlə eyni sütunda toplamışam. Qanunən biz Azərbaycan kurikulumunda da belədir də. 3 rəqəmli ədədləri toplayanda 2 rəqəmli olanda sağdan yazılır. Mən soldan yazmışamsa, deməli bunun məntiqi budur. Bu məntiq sualıdır. Riyaziyyat deyil ki. Deməli siz belə eləməliydiniz. 2, 0, 0, 3. 2'nin altından bu birisi 3 yazmalıydınız. Dalıcı 0 ve 4. Cəmləri eləyir 5043 B variantı. Ümid edirəm ki, bu video sizin üçün çox faydalı oldu. Həqiqətən də 1 saata yaxın bir videoda 35 abstrakt sualı izah etdik və ümid edirəm ki, növbəti sınavımızda da iştirak edib videolarına baxıb yararlanacaqsınız. Baxın, möhtəşəm suallarımız var və bu suallar tam belə deyək də qəbulu andıran, keçmiş qəbullarda olmuş tiplər. Düzdür, çətin idi. Mən razıyam bundan. Özüm bilərəkdən çətin eləmişdim ki, tələbələrimizdə bir sillə effekti yaransın və onlar növbəti periodu daha yaxşı hazırlaşsınlar. Çox qəşəng mətnlər qoymuşdum. Hansı ki, heç kim deyə bilməz ki, biz bu mətnləri hardasa görmüşük, eşitmişik. Çox yüksək səviyyəli mətnlər idi və bu mətnlərin hər biri haqqında da video çəkib qoymuşam. Ümid edirəm ki, kanalımızdakı videolar sizin üçün faydalıdır və biz 21 dekabra kimi hər gün sizin üçün nəsə eləməyə çalışacağıq. İmtihanda hamınıza uğurlar arzulayıram. Allah zehninizi açıq, şansınızı, bəxtinizi yaver gətirsin. Sağ olun, salamat qalın.